Dünya nə sənin, nə mənim gördüyüm dünyadır. Dünya çox dəyişib. İndi fərqli coğrafiyalarda yaşayan, fərqli dillərdə danışan, fərqli mədəniyyətlərə sahib olan insanlar çox asanlıqla eyni mühiti bölüşür, eyni ölkənin vətəndaşlarına, eyni şəhərlərin sakinlərinə çevrilə bilirlər. Qloballaşan dünyada texnoloji imkanların kosmos sürəti ilə irəlilədiyi indiki dövrdə Azərbaycanlılar da miqrasiya prosesinin iştirakçısına çevrilib, yaşayış yerini daha rahat və asan formada dəyişmək fürsəti qazanıblar. İndi müxtəlif ölkələrdə saysız hesabsız Azərbaycanlı var ki, onlar ana vətənin layiqli təmsilçisinə çevrilib, haqqın səsinə dönüblər. Dünya Azərbaycanlılarının proqramı olan Vətən Uzaqda Deyil proqramı Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərinə də soydaşlarımızın izi ilə getmişdi. Əhalisinin sayı 100 milyonu keçən Vyetnam dünyanın 5-ci ən sıx ölkəsi sayılır. Vyetnam maraqlı və fərqlidir. Ölkədə 50-dən çox az saylı xalq yaşayır. Bizə verilən məlumata görə burada əhalinin az qala 50%-i motosikletdən istifadə edir. Vyetnamlılar çox zəngin mədəniyyətə malik sülsevər xalqdır və məhz bu xüsusiyyətləri ilə turistləri daha çox cəlb edirlər. Ömrünü Vyetnamla bağlayan, burada ingilis dili müəllimi işləyən Əli Əlizadə ilə bu ölkəyə marağından, iki mədəniyyət arasındakı həyatından, cəmiyyətə inteqrasiyasından və Vyetnamlılardan danışırıq. Əli, sizin bu havası, hər şeydən əvvəl deyim ki, havası çox çətin olan Vyetnamda nə işiniz var? Mən burada dərs deyirəm, ingilis dili müəllimiyəm. Əslində havası yaxşı olmasa da, insanların səmimiyyəti, ümumiyyətlə Asiya mədəniyyətinə olan bağlılığım ona görə buradayım. Bu hava sizi Bəli. deməli razı salır. Bəli. Ağlınıza gələrdi ki, sizin həyatınız burada davam edəcək. Sırf Vyetnamla bağlı planlarınız var idi? Ümumiyyətlə yox idi. Mənim ümumiyyətlə Asiya ilə bağlı buraları coğrafiya fənnində xəritədən görərdim, kitabdan görərdim, maraqlı gələrdi. Amma bir gün elə oldu ki, fikirləşdim ki, Çinə gedim oxumağa. Çinə getdikdən sonra orada 3 il yaşadım və yaşadığım müddətdə başa düşdüm ki, mən Asiya mədəniyyətinə çox bağlı bir insan imişəm. Yəni, bəlkə də bir yerlərdə Asiyalı olmuşam. Çox mənə doğma gəldi, misal üçün Çinin özündə çox doğma gəldi mənə. Və daha sonra Azərbaycana qayıtdım. Neçə ildən sonra? 3 il qaldıqdan sonra Azərbaycana qayıtdım. Və ondan sonra ailə qurdum və burada iş fürsəti oldu və fikirləşdiyim şey niyə də yox. Gəlib Vyetnamda İş axtarırdınız, yoxsa bir təsadüf oldu, təklif gəldi? İş axtarırdım müəllim işi. Çində axtarırdım açığı. Amma Azərbaycan vətəndaşları orada müəllim vizası almaq üçün biraz əziyyət çəkməlidir. Yəni daha doğrusu ana dili ingilis dili olmayan bütün ölkələr üçün Çində o viza məsələsi biraz çətindir. Ona görə ən ideal variant Vyetnam idi və burada da iş təklif aldım və gəldim. İşinizdən, dərslərdən, şagirdlərdən, kollektivdən razılığınız var, təəssüratınız necədir? İş ortamı rahatdır açığı. Çünki Vyetnamlılar çox səmimidirlər, mehribandılar, mülayimdirlər. Amma kənardan da çox sadə görünürlər. Bəli, çox sadədirlər. Cana yaxın görünürlər. Bəli, xüsusən Vyetnam xalqı, bəlkə də ola bilsin əvvəlki gördükləri çətinliklərimə görə deyim, çox sakitdirlər. Yəni heç nəyə özlərinə problem eləmirlər. Hər bir şey belə çox sakit qəbul edirlər. İş ortamında da çox rahatdırlar. Yəni belə deyim də sizə, onların suyuna getdisə, çox rahatdır yəni. Dillərini tapmaq asandır. Dillərini tapmaq lazımdır, bəli. Çox rahat belə münasibət qurmaq olur. Amma məktəbləri bilmirəm, Azərbaycandakı məktəbləri görməmişəm. Yəni 6 ildə artıq Azərbaycanda müəllim işləməmisiniz? Xeyr, işləməmişəm. İxtisasım da müəllimlik deyil açığı. Müqayisə eləyə bilmirsiniz ona? Bəli. Amma misal üçün buradakı uşaqları deyə bilərəm ki, uşaqlar şirindirlər, amma çox səs-küylüdürlər. Bilmirəm, bəlkə Azərbaycanda da bu yeni nəsil uşaqları çox səs-küylüdür. Daha rahatdılar yəqin. Daha rahatdılar, ola bilər. Yəni burada mənə uşaqlar çox səs-küylü gəlir. Məktəb sistemində belə deyim, yəni məcburi forma yoxdur. Yəni kim necə istəyir, şəpitlə gəlirlər, nə istəyirlər, geyinirlər, bəli. Yəni, o məsələdə belə xüsusi bir sərtlik yoxdur. Sizcə bu yaxşıdır? Bir tərəfdən yaxşı olsa da, bir tərəfdən də məncə yaxşı deyil. Çünki vahid forma olması daha yaxşı görsənir. Amma bunlarda da yəni forma var, amma məcburi deyil geyinmək. Əvvəlcə Vyetnama gəlib gedirdiniz, burada yaşamamışdan əvvəl? Xeyr, heç gəlməmişdim. Birinci işləməyə gəlmişsiniz? Birinci elə işləməyə gəldik.
İlk günün təəssüratı nə idi? Necə gəldiniz? Hara getdiniz? Sizə çətin, asan gəldi? Necə gəldi? Çox çətin oldu belə. Çünki 2 dənə təyyarə dəyişib gəldi. Vyetnama birbaşa uçuş olmadığına görə. Biz də bu Bakıdan getdik Dubaya, Dubaydan Malayziya, Malaiziyadan bura gəldik. Ona görə biraz çətin oldu. Amma mənim Asiyada bir təcrübəm var idi deyə içində. Ona görə biraz bəzi çətinlikləri bilib gəlmişdim ki, yəni bu çətinliklər onsuz da olacaq. Ona görə gözümdə çox da böyütmədim. Amma çətin olmuşdu. Nədən başladınız? Necə başladınız? Burada ev tapmaq, kirayə götürmək, bax bu proseslər necə getdi? Biz gələndə bizə burada ev verəcəkdilər. Amma təklif elədikləri ev çox da belə bizim belə deyim, yəni Azərbaycanlıların bəyənəcəyi bir şəkildə bir ev deyildi. Ona görə o ilk 2 günü biraz çətinlik çəkdik ev tapmaqda. Vyetnamlıların yaşayış standartları ilə Azərbaycanlılarınki eyni deyil. Yəni ev üslubları olsun və yaxud da onların həyat tərzi tamamilə fərqlidir. Ona görə ilk dəfə gələndə həm də ailə ilə gəlirsinizsə, mən özüm o vəziyyətə biraz öyrəşmişəm, amma ailə ilə gəldə artıq daha fərqli olur. Tək özünü düşünməməlisən. Ona görə biraz o çətinliklər oldu. Biraz uyğunlaşmaqda çətinlik oldu. Açığı misal üçün Çin də, Vyetnam da ikisi də Asiya ölkəsidir, amma aralarında kifayət qədər fərq var. Həm inkişaf cəhətindən, həm mədəniyyət cəhətdən, həm yemək cəhətdən ki, yemək çox önəmlidir Azərbaycanlılar üçün, bizim üçün. Yəni biraz çətinlik oldu. Yemək barəsində əslində indi də çətinlik var. Amma yenə də. Nəyə öyrəşə bilmirsiniz? Bunlar çox donuz əti yeyirlər Vyetnamlılar və donuz əti olmayan yeməklərə də donuz yağı vururlar. Çünki fikirləşirlər ki, daha dadlı edir yeməkləri, amma belədir. Ona görə biraz çətinlik çəkirik. Əlavə olaraq havası, yəni düzdür, hər şəhərdə eyni deyil. Amma misal üçün biz Hanoi şəhərində yaşayırıq və Hanoi'nin havası çox çirklidir yəni. Öyrəşmək çox çətindir. Gözlənilmədən yağışlar yağır. Bəli, o musson yağışlarını heç demirəm. Əgər evdəsinizsə, pəncərədən daha qəşəng görsənir, amma işləyirsinizsə bu çox çətin. İzləmək daha rahatdır. İzləmək daha yaxşıdır. Nəinki o yağışın altında olmaq. Səs-küyə öyrəşə bilmirəm. Yəni ümumiyyətlə qəbullana bilmirəm. Çox səs-küylü danışırlar. Böyüyü də, kiçiyi də, qışqıra-qışqıra danışırlar. Əslində bu onlar üçün normal danışıqdır, amma biz öyrəşməmişik də elə o qədər səs-küy, qışqırbağla danışmağa. Çox qışqıra-qışqıra danışırlar. Biraz bayaq qeyd elədiyim kimi, biraz çox hər şeyi sakit qəbul edəndilər. Məsəl üçün bizə... Amma onun yaxşı tərəfləri də var. Yaxşısı da var, pisi də var, təbii ki, doğrudur. Biraz, necə bilmirəm onu izah edeyim, biraz vecsizdirlər. Yəni, çox şeyləri veclərinə almırlar. Amma bu insanların sağlamlığı üçün yaxşıdır. Gözəl bir şeydir. Bir tərəfdən yaxşıdır, amma bir tərəfdən də sizin üçün vacib olan bir şeyi çoxla veclərinə almayanda o artıq mənim sağlamlığım üçün biraz ziyanı olur. O bizə təsir edir. Bizə təsir edir. Biz başqa mühitə, başqa hisslərə, başqa münasibətlərə öyrəşmişik. Doğrudur. Şagirdlərinizlə ünsiyyətiniz necədir? Onlar bilirsiz haralısınız? Bəli, bilirlər. Bilirlər Azərbaycanlı olduğumu. Çox təəssüf ki, bir çoxu tanımır. Amma bu əslində Vyetnamdakı o təhsil sistemi ilə bağlıdır biraz da. Həm uzaqdayıq bu öz yerində, Azərbaycan çox uzaqdadır. Bir də Vyetnamda uşaqların, ümumiyyətlə əhalinin əksəriyyəti sadəcə qonşu ölkələri tanıyır. Bir də çox böyük ölkələri tanıyır. Məsələn, Amerikanı tanıyırlar. Bir də qonşu ölkələr. Başqa, yəni hətta bir neçə Avropa ölkəsinin adını belə bilmirlər. Yəni bu belə bir ölkə var, bu ölkə harada yerləşir. Yəni bilmirlər. O mənada coğrafiya barəsində biraz zəifdirlər. Amma soruşanda bəzi uşaqlar var ki, yəni nisbətən imkanı ailəsinin imkanı yaxşı olan uşaqlar var ki, onlar maraqlanırlar. Misal üçün soruşanda ki, bəs müəllim haralısın, deyirəm Azərbaycanlıyam. Dərs gələndə Azərbaycanda hər hansısa bir şey deyir mənə. Nə bilim, hər hansısa bir yeməyin şəklini göstərir ki, sizdə bu yemək var, misal üçün, və yaxud da filan şəxs var, və yaxud da sizin futbol komandanız. Yavaş-yavaş tanıyırlar. Yavaş-yavaş tanıyırlar, bəli. Desəm ki, bugün onlarla Azərbaycanlı Vyetnamda ingilis dilini tədris edir, bəlkə də inanan az olar. Bunu statistikadan bildiyimiz kimi şahidi də olduq. Diaspor tarixində ilk dəfə Hanoi'da Vyetnamda yaşayan Azərbaycanlılarla görüş keçirilirdi. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edirdi. Biz də olduqca faydalı və maraqlı müzakirələrin şahidi olduq. Vyetnamın müxtəlif bölgələrində yaşayan soydaşlarımız bir araya gəlmişdi. Görüşdə iştirak edənlərin əksəriyyəti də burada ingilis dilini tədris edənlər idi. Vyetnamlılar üçün ingilis dili nə qədər vacibdir? Çox vacibdir. Çünki Vyetnamın özünün, yəni
belə deyim, dövlət səviyyəsində də ingilis dilini ikinci dövlət dili kimi eləmək planları var gələcək üçün. Ona görə də ingilis dili çox önəmlidir. Belə deyim də sizə, Çində xüsusi məktəblərdə ingilis dili xarici müəllimlər tərəfindən tədris olunursa, burada dövlət məktəblərində də xarici müəllimlər ingilis dili tədris edirlər. Dağ məktəblərində də, dövlət məktəblərində ingilis dili tədris edən xarici müəllimlər var. Vyetnamın nəyin Azərbaycana aparardınız? Dənizini. Azərbaycanın da dənizi var. Var, amma belə deyim də, buranın dənizi daha təmizdirmi deyim, bəlkə okean sahili olduğuna görə elədir. Buranın dənizi daha təmizdir. İnsanların çox sakit olmağını belə, hər şeyi bezdən almamaqlarını ona apara bilərəm. Onu heç maraqlanmısınız ki, bu nə ilə bağlıdır? Soruşmamışam açığı, amma məncə əvvəllər məsələn müharibə dövrü olub da bunlarda. Amerika ilə müharibələri çox ağır keçib. Yəni biraz özüm araşdırmışam. Bəlkə də müharibədə gördükləri çətinliklərdən sonra fikirləşirlər ki, yəni gündəlik olan problemlər unutmaq olar çox asan bir şəkildə. Məncə ona görə. Həyata baxışları necədir? Ümumiyyətlə Sizi təəccübləndirən belə bir şeylər var onların həyat tərzində? Var təbii ki. Belə deyim sizə, burada insanlar özlərini çox da varlı kimi göstərməyə çalışmırlar. Bir neçə səbəblər var. Əsas səbəblərdən biri belə deyim sizə, yəni ölkənin sistemi kommunist sistemi olduğuna görə biraz öz imkanlarını gizlətməyə çalışırlar. Yəni çox göstərmirlər varlı olduqlarını. Yəni mənim misal üçün müdürüm bəlkə küçədə görsəniz elə bilərsiniz ki, bu sadə bir insandır, amma milyardlıq şirkəti var. Ümumiyyətlə göstərməyə xoşlamırlar. Biraz bəlkə də qorxurlar. Eyni şey içində də var məsələn. İmkanları çoxdur, amma bilmirsiniz kim həqiqətən varlıdır, kim həqiqətən kasıbdır. O mənada biraz qəribə gəlir. Əgər seçim olsaydı qarşınızda gələcək üçün Çini seçərdiniz ya Vyetnamı? Çini, təbii ki. Çünki çox fərq var. Düzdür, mən Vyetnamı da çox sevirəm. Hər ölkənin öz gözəllikləri var, amma Çin mənə görə nəinki tək bir aspektdən yox, müxtəlif bir çox aspektdən Çin daha öndədir. Həm karyera baxımından, həm əlaqələr baxımından ki, Azərbaycanın əlaqələri Çindən daha yaxşıdır. Gediş-gəliş daha rahatdır. Çindən Azərbaycana birbaşa uçuşlar var. İndi Azərbaycanlı olaraq biz həmişə öz ailəmizi görməliyik. Bu var bizim canımızda. Ona görə Çin daha rahat olardı o mənada. Heç peşman olduğunuz vaxt olub ki, niyə getdim Azərbaycandan? Peşman olduğum vaxt sadəcə musson yağışları vaxtı olur. Çünki dayanmadan aramsız günlərlə, hətta elə vaxt olub bir ay dayanmadan yağış yağır. Vyetnam belə uzun ölçü olduğuna görə, yəni hər şəhərin təbiəti fərqli olur. Məsəl üçün Hanoyda bu şəhərdə deyim sizə avqust ayından hardasa noyabr, dekabr ayına kimi yağışlar olur və bu yağışlar musson yağışları, tropik ölkələrə xas olan yağışlardır. Biraz adamı depressiyaya salır, belə deyim sizə. Səhər oyanırsınız, günəş yoxdur, ancaq yağış yağır. Biz öyrəşmişik günəşə. Bəli. Yəni o insanı biraz depressiyaya salır. Ki bəs oturmuşdum da gül kimi evdə. Deyirsiniz. Azərbaycanı nə üçün darıxırsınız? Azərbaycan açığı yemək üçün, düzdür, yoldaşım evdə yeməklər pişirir, o heç. Amma misal üçün o çölə çıxdıqda istədiyin yemək, istədiyin kimi yemək, o hissiyat üçün, ailə üçün, dostlar üçün, ümumi mühit üçün darıxırsınız. Çünki yəni mənim 23 ilim Azərbaycanda keçib, yəni doğulduğumdan universitetimdə Azərbaycanda oxumuşam. Yəni bir çox şey üçün darıxırsınız. Əli Əlizadənin səmimiyyəti, istiqanlılığı və maraqlı söhbəti bizə yağışlı, tozlu, bürkülü havanı unutturmuşdu. Soydaşımız həm buradakı yaşayışından, həm də Vyetnamlılarla Azərbaycanlıların həyat tərzinin, yaşam fəlsəfəsinin fərqindən danışır. Azərbaycanda biz daha çox, misal üçün Avropa, Amerikanı görürük deyə insanlar daha çox nəsə eləməyə çalışırlar. Amma burada bir mübarizə var. Bəli, mübarizə var. Misal üçün insanlar o şey üçün çalışırlar. Amma burada belə deyim sizə, insanların əksəriyyəti böyüyəndə belə öz ölkəsində qalmağı fikirləşir. Bilmirəm bu vətənpərvərlikdənmi irəli gəlir, yoxsa başqa ölkələri bilməməkdənmi irəli gəlir? Yəni kimi soruşsam uşaqlardan ki, bəs məktəbdə böyüyəndə nə olmaq istəyirsən, hara getmək istəyirsən, məsələn Amerikaya getmək istəyirsənmi, haranı gəzmək istəyirsən? Yəni əksəriyyətin cavabı olur ki, misal üçün Hanoyda yaşayanlar, mən gedərəm Ho Chi Minh şəhərinə, mən gedərəm Danangda yaşayaram. Yəni ancaq öz ölkələrindən bağlı. Bəli, ölkədə qalmaq istəyirlər. Bir dünyanı bilməməklə bağlı. Bir də ümumiyyətlə kommunist ölkələrində biraz nisbətən kənara çıxmaqdan qorxurlar.
Çünki belə deyim, o bir misal var, öz balaca dünyam var. Yəni öz dünyalarında özlərini çox xoşbəxt hesab eləyirlər və orada da qalmaq istəyirlər. Misal üçün maaşı az olsa belə istəyər ki, evində olsun, istəyər ki, ailəsinin yanında olsun. Yəni nəinki başqa ölkəyə getmək, bu şəhərdən başqa şəhərə belə bəzi ailələr öz uşaqlarını buraxmırlar. Uşaqlar özləri belə getmək istəmirlər. Ki, bəs mən uzaqda yaşamaq istəmirəm, mən ailəmin yanında yaşamaq istəyirəm, vətənimdə yaşamaq istəyirəm. Biraz belə deyim, çox bəsit şeylərdən xoşbəxt olan insanlardır. Elə olanda çox inkişaf eləyə bilmirsən. Yəni sən mütləq şəkildə nə ilənsə müqayisə aparmalısan ki, eyni dairədə qalırsan. Bəli, özünü inkişaf elətdirə biləsən. Planlarınızı necə müəyyən edirsiniz? Hədəfləri necə qurursunuz? Yaxın müddətli yoxsa uzun müddətli? Məsələn, 10 illik hədəfiniz var? 10 illik bir hədəfim yoxdur. Çünki müasir dünyada bu dəqiqə hər yerdə belə deyim, vəziyyət heç də stabil olmadığına görə, yəni konkret olaraq 10 illik bir şey qurmamışam. Yəni maksimum 2 illik qururam. Çünki mənim özümdə də, yəni 3 ildən sonra, 4 ildən sonra istədiyim bir səviyyədə olmasam, o özümü də mənim belə depressiyaya sala bilər. Ona görə maksimum 1 illik, 2 illik planlar belə qururam ki, növbəti, misal üçün növbəti 2 ili Vyetnamda qalmağa fikirləşirəm. Ondan sonrasını hələ ki bilmirəm. Bəs öz inkişafınızı necə planlayırsınız? Yəqin ki, bizim gənclər sizi izləyəcəklər, Azərbaycanlı gənclər, onlar üçün də, çox üçün də maraqlıdır. Xaricdə çalışan gənclər, uğur qazanan gənclər. Ona görə öz inkişafınızı necə planlayırsınız, nələr eləyirsiniz inkişaf üçün? Mən özüm Çin dilində danışa bilirəm, sərbəst ərəb dilində danışa bilirəm. Dillərə marağım var. Düzdür, Vyetnam dili çox səsində, yəni belə əslində başladım əvvəlki öyrənim, amma öyrənə bilmədim. Yəni söhbət eləyəndə Azərbaycanlılar deyirlər ki, o dili öyrənmək çox çətindir və bəziləri də deyirlər ki, burada bizə lazım deyil. Açığı belə deyim, çox perspektivi olan bir dil deyil. Yəni əgər Vyetnamda ömrünüzün axırına kimi Vyetnamda yaşamağı fikirləşirsinizsə və yaxud da hər hansısa bir bura yatırım eləmək istəyirsinizsə, öyrənə bilərsiniz, amma mən uzun müddət özümü burada görmürəm deyə. Fikirləşirəm ki, Vyetnam dilini gələcəkdə hər hansısa bir yerdə istifadə eləməyəcəm. Amma misal üçün Çin dilini bilirəm və fikirləşirəm ki, dünyanın hansı ölkəsində getsəm, Çin dilində bilsəm mənə kifayət qədər İngilis dili, Çin dili, ərəb dilində, ixtisasım da ərəb dilidir, ərəb dilində də danışa bilirəm. Yəni dillər üzərindən özümü inkişaf elətdirməyə çalışıram. Nə qədər çox dil bilsən, o qədər çox insan tanımış ola bilirsən. Yeni tanışlıqlar qurmağa çalışıram. Yəni sırf mənim mühitim Azərbaycanlı mühiti olsun, kənara heç kəsi buraxmayım, o da deyil. Yəni fərqli insan, fərqli mədəniyyət deməkdir, yeni fikirlər deməkdir. Bu həm də Azərbaycanı tanıtmaq baxımından da yaxşıdır. Təbii ki. Həm özümün də bloqum var, özüm də videolar paylaşıram Instagramda. Yəni Çin dili ilə müqayisədə Vyetnamın dili o qədərmi çətindir? Bəli, misal üçün Çin dili özü də çətindir, amma təbii ki, mümkün seçeneği yoxdur, hər şey öyrənmək olar. Misal Çin dilində tonlar var, 4 tondur, bizdə misal üçün o yoxdur. Amma Vyetnam dilində 6 tondur. Məsələn, bir dostumuz var, artıq 10 ildir Vyetnamda yaşayır və hələ də onun danışdığını Vyetnamlılar başa düşmür, ton məsələsinə görə. Amma misal üçün mən 2 il gedib Çində yaşasanız, Çin dilində biraz danışsanız, sizi başa düşəcəklər Çin dillər. Amma burada o məsələ biraz çətindir. Hətta bizim bəzi həmyerlərimizdə başladılar öyrənməyə, Vyetnamlılarla danışanda bir-birlərini başa düşmədilər, artıq həvəsdən düşdülər, öyrənmədilər. Belə oldu. Azərbaycanlılarla əlaqələriniz necədir? Bu sizin həmişə maraq dairənizdədirmi ki, Vyetnamda yaşayan Azərbaycanlıları tapın? Hər hansı sosial mediada qruplarınız varmı? WhatsApp-da qruplarımız var və əlavə olaraq da dediyim kimi mən Vyetnamdan paylaşımlar elədiyimə görə bir çox Azərbaycanlı səyahətə gəlmək istəyən olanda və yaxud da kimsə bura işləməyə gələndə yazırlar mənə və mən də bacardığım qədər onlara kömək olmağa çalışıram və yaxud da istiqamət verirəm, suallarını cavablandırıram belə. Azərbaycanlılarla aramızda yaxşıdır, görüşürük. Düzdür, hamı ilə eyni vaxtda görüşə bilməsək də, səfirliyin təşkil elədiyi tədbirlərdə, Novruz tədbirində, sonra Zəfər bayramında, Respublika günündə bunlarda yığışırıq bütün Azərbaycanlılar. Amma bəzi vaxtlarda da sadəcə özümüz qrup şəklində yığışırıq, hərə bir tərəfdə yığışır, belə oturub söhbət edirik, dərdləşirik. Əhatənizdə daha çox hansı sahənin insanları var? Səmimi deyim, mənim ətrafımda hər sahədən insan var. Çünki mən açığı belə təbəqələşdirməyə xoşlamıram. Filan kəs müəllimdir, mən bununla gəzim, filan kəs budur. Mən fikirləşirəm ki, düzdür, təbii ki, mənfi insanlardan uzaq qalmağa çalışır insan, amma
fikirləşirsən ki, hər fərqli insan bir təcrübədir. Yəni nəsə götürə bilərsən ondan. İstəyir balaca olsun. Yəni mənim üçün məndən yaşda balaca mənim şagirdim mənə nəsə deyəndə, bilmədiyim bir şey olanda mən ona qulaq asıram məsələn. Yəni mən fərq qoymuram ki, filan kəs balacadır, böyükdür, filan peşənin sahibidir. Mən bundan nəsə götürə bilərəm, götürə bilərəm. Yəni konkret mühitlərə can atmırsınız. Həmsöhbətim xanımının da burada şəxsi işini qurduğunu və cəmiyyətə alışdığını deyir. Bu mehriban ailənin xanımı müsahibə vermək istəməsə də bizimlə səmimi söhbətləşdi. Vyetnamlıların ailə ənənələri necə? Sizə maraqlı gəlirmi və yaxud xoşunuza gəlməyən nələr var? Əslində bizim ailə sistemimizə çox uyğundur. Bunlar da misal üçün belə deyim sizə, ancaq Vyetnamlı ilə ailə qurulmalıdır. Burada da qaynana, qaynata məsələləri var, bir evdə yaşamaq məsələləri var. Bizim əslində mədəniyyətimizə uyğundur bunların ailə mədəniyyəti. Bu məsələdə Yəqin Sovetdən gəlmə şeylərdir. Ola bilər, bəli. Ona görə misal üçün mənə qəribə gəlmir. O məsələlər qəribə gəlmir. Çünki bizim Azərbaycanda da bu şeylər olduğuna görə normal gəlir mənə də. Evdəkilərin qulağından uzaq. Vyetnamlı xanımla evlənərdiniz? Xeyr. İlk öncə dil məsələsi var. Bir də ailədə uşaqla daha çox ana maraqlanır deyə. Mən fikirləşirəm ki, uşaq Vyetnamlı olardı, bəli. Çünki ananın rolu çox böyükdür ailədə, xüsusən uşaqların üzərində. Çünki kişi, düzdür, xanım da işləyir, amma kişinin daha çox çöldə vaxtı gedir, nəinki xanımların. Ona görə fikirləşirəm ki, övladın, yəni bir uşağın Azərbaycanın kimi yetişməsi üçün burada ananın çox vacib, çox böyük rolu var. Əgər sizə Azərbaycanda ehtiyac olsaydı, qayıdardınızmı? O mənada soruşuram ki, indi dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar Qarabağa xüsusi meyl göstərirlər, Qarabağın dirçəldilməsi üçün. Əgər sizə belə bir ehtiyac olsaydı, bir günün içində qayıdardınızmı? Niyə də yox? Mən 23 yaşımda Çinə gedəndə fikirləşirəm ki, mən ömrümün axırına kimi burada qalaram, heç qayıtmaram kimi. Çünki, o dediyim kimi, Asiyanın mədəniyyəti mənə çox belə doğma gəldi. Amma yaş keçdikcə fikirləşsən ki, ata var, atanı görməlisən, ananı görməlisən, dostlar, tanışlar, həm torpağın özü. Yəni adamı çəkir belə. İstəyirsən ki, gedəsən, görəsən. Əgər bir gün sizin seçim imkanınız olsa, daha doğrusu qarşınıza bir seçim qoyulsa, bir əl Azərbaycandan uzansa, bir əl Vyetnamdan uzansa, hansı əli birinci sıxardınız? Təbii ki, Azərbaycan. Yəni, arada Vyetnamı da çox sevirəm, amma yəni, Vyetnamla Azərbaycanı çox da müqayisə eləmərəm açığı. Yaşayış standartları baxımından Azərbaycan daha öndədir təbii ki. Düz dediyim kimi, yəni hər ölkənin öz müsbət mənfisi var. Amma təbii ki, Azərbaycan, Vyetnam olsa, təbii ki, Azərbaycanı seçərdim. Əgər imkanınız olsaydı Vyetnamda bir heykəl qoysaydınız Azərbaycanla bağlı, nəyin və yaxud kimin heykəlini qoyardınız? Xara Bülbülün heykəlini qoya bilərik. Məsələn, şəxs olaraq Polad Həşimovun, Mübariz İbrahimovun. Uğurlar arzulayıram. İnşallah həyat bizi yenidən qarşılaşdırar, yenidən görüşərik. Çox sağ olun. Siz sağ olun. Vyetnam və Vyetnam azərbaycanlıları ilə görüş yaddaşımızda maraqlı xatirə kimi qaldı. Biz bir-birimizdən nə qədər uzaqda yaşasaq da, eyni mədəniyyəti daşıyır, eyni dili danışır, eyni göy üzünü paylaşırıq və demək, bir-birimizə uzanan əlləri də hər zaman sıxmağa hazırıq.